Salam, bugünkü açılımımız olacaq. O mənimlə münasibətdə olmaq istəyirmi? O mənimlə birlikdə olmaq istəyirmi? Mən istəyirəm onunla birlikdə olmaq. Bəs onun fikirləri nədir? 4 variant eləyəcəm. O mənimlə münasibət istəyir, yoxsa istəmir? Birinci variant. İkinci variant. 3 ve 4. variant. Buyurun seçin. Seçməsinizsə başlayaq. Birinci variantdan o sizinlə münasibətdə olmaq, birlikdə olmaq istəyirmi? Əslində hissləri var sizə qarşı. Bəs münasibət necə istəyərdirmi? Birlikdə olmaq istəyirmi o sizlə? Bilirsiniz necə? Əslində bəli istəyir. Sadəcə burada nəsə belə bir vəziyyət var ki, güya sizdə çoxdan da alınmır və insan məcbur olur getməyə. Düzdür, çox əziyyət çəkir bu ilə bağlı ki, niyə görə alınmadı? Bəli, bu onu istəyir. Həqiqətən istəyir. Sadəcə nəsə bir, belə deyim də, nəsə mane olur ona ki, mən getməliyəm. Hisslər görünür burada. Hisslər görünür. Nə ilə bağlıdır? O hesab eləyir ki, təkcə hisslərlə yaşamaq olmaz. Yəni, hisslər bəs eləmir nələr üçünsə. Nəsə əngəllər var burada. Yəni, mən o tepsi yoxuşu açmaq olmaz. Yəni, mən bir gələcək görmürəm. Bəli, mən istəyirəm, hisslər var, amma mən bir gələcək görə bilmirəm. Periodiki təkrarlanan fikirlərdir də bunlar. Yəni, tez-tez fikir dəyişdirir bu. Gah istəyir, gah istəmir. Bəzən fikirləşir ki, hə, bu münasibətlər mənə lazımdır. Bəzən də düşünür ki, yox, qətiyyən mənə lazım deyil. Yəni, dəyişkəndir onun fikirləri. Sizlə bağlı çox dəyişkəndir. Baxmayaraq ki, hisslər var, bəli, amma çox götür-qoy içərisindədir. Hisslər var, sadəcə bu münasibətlərin sonunu görmür. Yəni, təkcə hisslərlə bir şey eləmək olmaz. Mən burada bir son görmürəm. Yəni, o hesab edir ki, əgər bir adam münasibət varsa, bu ciddiyə getməlidir. Yəni, mən o adamla münasibət qura bilərəm ki, əgər onunla evlənə bilərəm, ailə qura bilərəm. Əslində, sizi buna uyğun biri hesab eləyir. Baxan qadınsa da, kişidirsə də baxmayaraq ki, burada qadın kimi çıxır, amma çox adam baxır, ona görə biz cins fərqləndirməyəcək. Əslində, sizi hesab eləyir, yəni uyğun hesab eləyir buna. Sadəcə nəsə bilmirəm, çox adam baxdığına görə dəqiqliklə demək olmaz. Nəsə var, siz evlənə bilməzsiniz. Yəni, sizdə çox adam baxır da, yəni evlənmək də olmazsa, yəni sizdə ciddi heç bir şey olmaz. Və mənim üçün münasibət elə bir şeydir ki, bu nəsə ciddi bir şeydirsə mənə lazımdır. Elə belə bir şey mən istəmirəm. Yəni, günəşlə ay birlikdə bəli, o qəbul eləmir də. O bunu qəbul eləmir, belə bir şey istəmir. Keçirik ikinci varianta. Baxaq görün, bəs o necə? İkinci variant. O da sizinlə münasibət istəyirmi? İkinci variant. Девятка Пентаклей çıxmışdı burada. Əslində çox münasibətdən və hisslərdən danışılan bir kart deyil. Yenə də baxaq, stabilnost çıxmışdı. Yəni, qaydasındadır onun üçün hər şey. Münasibət istəyirsənmi, bəs sən? İstəyir münasibət. İstək görünür burada, münasibət istəyir. Sadəcə bilirsiniz necə. O bunu çox bildirmir də, yəni. Və hesab edir ki, onsuz da bu olacaq. Yəni, onsuz da olacaq. Çox özümü belə şey göstərməyim, güya mən də qaçıram, istəyirəm, dalınca mübarizə aparıram, nəsə olsun deyə. Əslində hesab edir ki, onsuz da sizdə gec-tez nəsə olmalıdır, nəsə olacaq. Amma bunun üçün çox belə özünü öldürmür də. Amma axı sualımız başqadır da, o istəyir münasibət, bəli istəyir. İstəyir, o sizlə münasibət istəyir. Cavab gəlmişdi, artıq mən başqa suala baxmayacağım. Üçüncü varianta keçirik.
Üçüncü variant, o mənimlə münasibətdə olmaq, birlikdə olmaq istəyirmi? İstəyirsənmi münasibət? Tak. Bilirsiniz necə? Əslində deyəcəm indi. Burada belə bir şey görünür və mərcik tarot çıxdığına görə mən artıq bundan sonra açmaq olmaz da. Bu Spassky taronun belə bir xarakteri var. Bundan sonrasını açmaq lazım deyil. Burada nə görünür əslində? Görünür ki, sizə qarşı maraq var. Bilirsiniz necə? Bunun əslində başqa qadını var. Yəni, ya ailəlidir bu insan, ya siz ailəlisiniz, nəsə bu münasibətlərdə başqa kimsə var. Biz təsir eləyir ona, bəli, münasibət istəyərdi, amma hesab eləyir ki, bu onun üçün böyük belə pislik gətirə bilər, böyük bir nəticə gətirə bilər də, ailə dağılmaq kimi, ya siz burada ailəli, ya o qarşı tərəfdə, bilmirəm, kənar bir şəxs var. Münasibət istəyir. Çox çəkilir sizə tərəf, çox maraqlı gəlirsiniz ona. Queen of Cups, Kupa kraliçası kimi də elə bil ki, hisslər var. Burada yenə şey çıxdı, yəni bundan artıq oxumaq olmaz. Yəni, nəticə itibarilə 3-cü variantı seçənlərə belə deyim, ya siz ailəlisiniz, ya həmin bu variantı seçən insanın həyatında ciddi bir qadın var və yaxud da kişi var. Münasibət istəyərdimi? İstəyərdi. Amma bu mənim üçün böyük bir nəticəyə gətirib çıxarda bilər, böyük bir negativ yarada bilər həyatımda, böyük udar, ailə dağılma, nəsə belə bir pislik gətirə bilər mənə və məntiqlə hərəkət eləmək lazımdır. Belə bir vəziyyətdədir. 4-cü varianta keçirik. O münasibət istəyirmi sizlə? Sən münasibət istəyirsənmi? Cups. Yox, istəmir. Точно istəmir. Bəlkə nəsə ola bilər, güya çox maraqlıdır sizə qarşı ki, belə özünü göstərə bilər, çox belə deyim də aferist bir sözlə, çox belə necə ifadə edə bilərəm, bunu çox adam baxdığına görə artist, rola girən bir insan kimi görünür bu. Münasibət istəmir. Yox, istəmir. O pul istəyir. Yəni, onun öz hədəfləri var, öz planları var. Mənə nə lazımdır? Bu mənə lazımdır, bu mənə uğur gətirir, mən onun dalınca gedirəm. Mənə lazım deyil, başqa heç bir şey. Yox, mən burada görmürəm. Əslində, çox belə böyük bir maraq da görmürəm. Yəni, adamda sizə qarşı çox maraq da görmürəm. Fikirlərdə varsınız, fikirlərində varsınız, düşüncələrində varsınız. Amma hesab eləmir ki, bu ona lazımdır. Yəni, münasibət, yəni, ölüb bitmir də, belə deyim, yazım, gedim, görüm. Münasibətiniz olsun, biz görüşək falan, yox, belə bir şey görünür. Mən görmürəm, o köhnə münasibətlər, köhnədən əlaqədə olduğu insan barədə daha çox düşünür. Mən görmürəm. 4-cü variantı seçənlər üçün. O sizinlə münasibət istəmir. Hələlik bu qədər, sağ olun.